Hamı salamlayırıq, hər vaxtınız xeyir olsun. Bu günləri Azərbaycanın milli mətbəxinə aid olan yay ləvəngisini hazırlayırıq. Balığımızın daha dadlı olması üçün bizə nə lazımdır? Sümükdən təmizlənmiş balıq duzlanır, istiyotlanır, turşusu vurulur. Marinad olunmuş balıq saxlanılır, tərəvəzlər doğranılır. Doğranmış tərəvəzlər bir-birinə qatılır, axırda cəfərisi və limonu vurulur. Balığı əsasla dadlandırmaq üçün bilirsiniz nə lazımdır. Balığın üstünü bağlayıb 180 dərəcədə 15 dəqiqə bişiririk. Siz də hazırlayın, dadına baxın. Siz də hazırlayın, dadına baxın.